bel yırtığından əziyyət çəkən insanlar, sümük yeyilməsindən əziyyət çəkən insanlar, dizdə sümük yeyirsə, sizdə bu hallar varsa mütləq yaxın oturun. Bugün bel yırtığını əməliyyat eləyirlər, amma bu belə deyim də müvəqqətidir. Bu əməliyyatın sroku var. Müəyyən qədər vaxt sonra o əməliyyat yenidən lazım olur, yaxud yəni yırtıq yenidən təkrarlanır. Çünki o özü biri var insan bədənində yavaş-yavaş birləşə o yırtıq. Bir də var ki, biz onu tikib birləşdirək. Mütləq ki, məsləhət görürəm ki, bu özü birləşmək üçün bax qlukozamindən istifadə eləyəsiniz. Bu mənim öz istifadə elədiyimdir. Yırtıq yoxdur, amma oynaq sümükləri bərkitmək üçün. Bax görürsünüz, burada 60 kapsul var. Səhər 10-da yeməkdən sonra 2 kapsul içirsiniz. Axşam 10-da yenə 2 kapsul istifadə edirsiniz. Bel yırtığını 9 milliyə qədər köklü müalicə eləyir və həmçinin dizdə sümük yeməsi halı varsa, onu da köklü olaraq ortadan qaldırır.